Sumqayıt şəhərində abadlıq və yaşıllaşdırma tədbirləri uğurla davam etdirilir. Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsinin əməkdaşları tərəfindən şəhərin müxtəlif ərazilərində yaşıllıq sahələrinin qorunması, genişləndirilməsi və estetik görünüşünün yaxşılaşdırılması istiqamətində kompleks işlər həyata keçirilir. Hazırda şəhərin park və xiyabanlarında, prospekt və küçələrində, yaşayış məhəllələrində ağac və kol bitkilərinə qulluq göstərilir, alaq otları təmizlənir, torpaq sahələri yumşaldılır, mövsümi gübrələmə və suvarma işləri aparılır. Eyni zamanda dekorativ bitkilərin budanması və formaya salınması istiqamətində də intensiv tədbirlər görülür. Yaşıllaşdırma İdarəsinin əməkdaşları işlərini günün müxtəlif saatlarında yüksək məsuliyyət və peşəkarlıqla yerinə yetirirlər. Xüsusilə yay mövsümündə bitkilərin sağlam inkişafını təmin etmək məqsədi ilə səhər tezdən və axşam saatlarında suvarma işləri fasiləsiz davam etdirilir. Şəhərin ekoloji mühitinin qorunması və daha da yaxşılaşdırılması üçün görülən tədbirlər yaşıllıq sahələrinin sağlam saxlanılmasına mühüm töhfə verir. Sumqayıtın müxtəlif ərazilərində aparılan abadlıq işləri nəticəsində şəhərin görünüşü daha da gözəlləşir. Parklarda və istirahət məkanlarında yaradılan səliqə-səhman sakinlərin rahatlığına xidmət etməklə yanaşı şəhərə gələn qonaqlarda da xoş təəssürat yaradır. Yaşıllıq sahələrinin genişləndirilməsi, həm ekoloji tarazlığın qorunması, həm də şəhər mühitində təmiz havanın təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır ki, son illər Sumqayıtda həyata keçirilən geniş miqyaslı abadlıq və yaşıllaşdırma layihələri şəhərin simasının dəyişməsində mühüm rol oynayıb. Əkilən minlərlə ağac və dekorativ bitki, yaradılan yeni yaşıllıq zolaqları şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına və estetik görünüşünün zənginləşməsinə səbəb olub. Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsi tərəfindən görülən işlər təkcə mövcud yaşıllığın qorunması ilə məhdudlaşmır. Yeni yaşıllıq sahələrinin yaradılması, mövsümə uyğun gül və dekorativ bitkilərin əkilməsi, ağacların mühafizəsi və bərpası istiqamətində də davamlı tədbirlər həyata keçirilir. Bu fəaliyyətlər şəhərin gələcək inkişafı üçün möhkəm ekoloji baza formalaşdırır. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.